Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş ustad dərsi keçirilib. Gəncənin başlıca elm ocağındakı bu tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva tərəfindən Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövrü və dünya görüşü və Azərbaycançılıq ideologiyası tarixi və çağdaş kontekstdə mövzusunda aparılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, Gəncə bölməsinin sədri akademik Fuad Əliyev qonağı salamlayıb, onu Respublikamızın ikinci şəhərinin elmi ictimaiyyətini təmsil edən iştirakçılara təqdim edib. Akademik Fuad Əliyev xalqımız üçün çox əziz olan bir tarix, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ərəfəsində onun əbədi zəkasının işığında keçirilən bu görüşün maraqlı və yaddaşlara həkk olunan bir tərzdə keçəcəyinə inandığını dilə gətirib və sözü çıxışçıya verib. Ustad dərsinin aparıcısı, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva özünün fəaliyyətində dahi Heydər Əliyevin ömür yolu, həyat fəlsəfəsi, real tarixi anı dəqiq qiymətləndirən və gələcəyi görən siyasi fəaliyyəti, taktiki duyum və strateji düşüncəsi kimi ali keyfiyyətlərini, onların qaynaqlarını sırf elmi əsaslara söykənərək tədqiq və şərh etdiyini və bu mövzudakı neçə əsərlərini məhz bu prinsiplərə söykənərək ərsəyə gətirdiyini bildirib. Xatirə Quliyeva iştirakçılara Ulu Öndər Heydər Əliyevin dövrü və dünya görüşünə dair tarixi kontekstdə insan, dövr və dünya görüşü problemi, ötən əsrin 20-ci 40-cı illərində qlobal ictimai hadisələr və Heydər Əliyevin dünya görüşü, Ulu Öndər Heydər Əliyevin həyat amalı və fəaliyyətinin əsas prinsipləri mövzularını şərh edib. Çıxışçı həmçinin Heydər Əliyevin böyük siyasət yolu siyasi sisteminin ali ideologiyası, Azərbaycançılıq ideyası haqqında danışarkən, milli ictimai inkişaf və Azərbaycançılıq siyasi ideologiya kimi Azərbaycançılıq mədəniyyətlər arası dialoq, çox mədəniyyətlilik kontekstində mövzularını şərh edib. O qeyd edib ki, ümummilli lider 20-ci əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynayıb. Hələ keçmiş Sovet hakimiyyəti illərində xalqımızın milli mənafelərinin qoruyub saxlanılması üçün böyük addımlar atıb, Azərbaycanın dövlət müstəqilliyinin qurulması və möhkəmləndirilməsi də onun adı ilə bağlıdır. Xatirə Quliyevanın çıxışı dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin mənalı və çox şaxəli həyat və fəaliyyətinin elmi fəlsəfi salnaməsi xarakteri daşıyıb. O vurğulayıb ki, Ulu Öndərin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin hazırki dünyanın reallıqlarını nəzərə alaraq apardığı uğurlu siyasət Heydər Əliyev strategiyasının müasir dövrdə də təntənəsinin sübutudur. Çıxışının sonunda Xatirə Quliyeva Nizami yurdunun bu elm ocağında gördüyü diqqət və xoş münasibətə görə akademik Fuad Əliyevə minnətdarlıq bildirib və Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş kitablarını Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinə bağışlayıb. Qonağa isə Gəncə bölməsində nəşr olunmuş bir sıra kitablar hədiyyə edilib. Görüşü yekunlaşdırarkən akademik Fuad Əliyev bir daha Respublikamızın ikinci şəhəri olan Gəncənin sənayesi, mədəniyyəti, təhsili, səhiyyəsi və digər vacib sahələrinin daim inkişafda olmasının təmin edilməsinin məhz Heydər Əliyevin strateji düşüncə və əməlinin nəticəsi olduğunu vurğulayıb. O cümlədən Qərb bölgəsinin davamlı inkişafının elmi əsaslarla qurulması məqsədi ilə bu şəhərdə çox şaxəli istiqamətləri əhatə edən elmi mərkəzin qurulmasını da Ulu Öndərin tarixi töhfəsi kimi dəyərləndirib.